Herkese salam, kanalıma ve videoma hoş geldiniz. 682 rubrikasının 5. bölümüyle karşınızdayım. Bugünkü fənnimiz ise İngilis dili olacak. Gəlin başlayaq. Bu rubrika kimlərə aiddir? Bu video kimlərə aiddir? Yəni bunun haqqında əvvəlcə məlumat verək. Deməli, bu video İngilis dilindən buraxılış imtahanına hazırlaşan şagirdlər üçündür. 11-ci sinif buraxılışına hazırlaşan şagirdlər. Deməli, mən özüm buraxılış imtahanında İngilis dilini maksimum, yəni 30-30 yazmışam. Bura şəkli yerləşdirəcəm. Və deməli, ümumilikdə buraxılış imtahanında 295,4, blokla birlikdə isə ümumi balım 682,5 bal olmuşdur. Və qərar vermişəm ki, 682 rubrikası adı altında videolar çəkim. Bugün isə sıra İngilis dilinə gəlib çatdı. Bugün İngilis dili haqqında danışacağıq və sizə İngilis dilindən tövsiyələr verəcəm. Necə hazırlaşırdım, İngilis dilində nələr diqqət etmək lazımdır və s. Qrammatik haqqda, mətnlər haqqda, dinləmə haqqda, esse haqqda sizə məlumatlar verəcəm. Özüm necə hazırlaşırdım bu haqqda. Və bu video İngilis dilinin buraxılış imtahanına hazırlaşan şagirdlərə dəstək məqsədidir. Mən artıq imtahanımı vermişəm, balımı yığmışam. İstədim ki, bu video ilə artıq növbəti illərdə, artıq məsələn avqust ayıdır bu videonu paylaşanda, yəni artıq hazırlıqlar yavaş-yavaş başlayır avqust ayından. İstədim ki, bu videonu dəstək məqsədilə çəkim ki, hazırlıqlarda bunları nəzərə alasınız və sizə yüksək nəticələr toplayasınız. Deməli, hər videoda olduğu kimi burada da deməli, başlıqlar hazırlamışam mən. Və bu başlıqlara görə nə edəcəyik, danışacağıq, balımızı yüksəldəcəyik. Yarım saatdan çox olacaq video, yəqin ki, gəldiyi kimi, çünki ürəyimdə oldu. Başlayalım da İngilis dili tövsiyə videosuna. Deməli, burada vəsaitlərim də var. Əvvəlcə birinci olaraq vəsaitlərdən danışmaq istəyirəm ki, hansı vəsaitləri tövsiyə edirəm hazırlıq üçün, nələr lazımdır. Ən birinci qayda kitablarına baxaq. Ümumiyyətlə, ən məşhur məncə Azərbaycanda İngilis dilindən hazırlıqda istifadə olunan qayda kitabı Gülnarın dolu kitabıdır. Baxın bu kitab. Bəzən də bu köhnə versiyası, köhnə nəşridir. Baxın bu. Və bu isə yeni nəşrdir. Artıq əksəriyyətdə bundan var. Daha açıq yaşıl rəngdə olan. Mən də elə bu kitabı tövsiyə edirəm. Özüm də, yəni Gülnarın dolu kitabından hazırlaşmışam qayda kimi. Çox qəşəng kitabdır. Yeni nəşri hətta daha da qəşəngdir. Məsələn, bu kitabda, köhnə nəşrində bəzi boşluqlar var idi. Məsələn, sözünü bölməsi o qədər də yaxşı verilməmişdi orada. Lakin bu kitabda sözünü bölməsində yaxşılaşdırıblar, daha belə geniş eləyiblər. Həmçinin artikl və s. çox qəşəng formaya salıblar, nizamlı şəkildə hazırlayıblar. Çox qəşəng kitabdır. İngilislə hazırlaşan şagirdlər də mütləq şəkildə bu kitabdan olmalıdır deyərdim. Çünki həqiqətən çox qəşəng kitabdır. Bizdə, yəni müəllim də bu kitabdan işlədirdi şagirdlərin hamısına. Ona görə də bir dənə Gülnarın dova mütləqdir, bir dənə Gülnarın dova götürürsünüz qayda kitabı olaraq. Sonra baxaq, test kitabları nələr tövsiyə edərdim. Bunlar qalsın burada. Əlbəttə, hamımızın bildiyi məşhur test topları. Birinci olaraq bunları göstərək. Birinci isə və ikinci isə test topları. Məndəkilər köhnə nəşrlərdir, gördüyünüz kimi 2023-dür. Siz artıq hansı nəşr ən yenidirsə sizin hazırlaşdığınız vaxtda onlardan istifadə eləməlisiniz. Məsələn, artıq mən hazırlaşanda 2025 nəşrlər çıxmışdı, lakin müəllim bizə 2025 işlətmədi. Çünki içində o qədər dəyişiklik yox idi və 2025-də artıq təzə qaydalar salınmışdı topların içərisində. Və həmin qaydalar da bizə düşmürdü, ona görə onları yeni toplu almadıq. Amma həmin yeni düşən qaydaları işlədiyi bu haqda birazdan danışacağım. Nəysə, yəni ümumi olaraq nə demək istəyirəm? Deməyim odur ki, toplular tam bəs eləyir. 2 dənə toplu mütləq şəkildə alırsınız və imtahana test toplularından kənar bir sual düşmür. Test toplusundan kənar bir sual İngilis dilinin imtahanında görən deyilsiniz. Buna zəmanət verə bilərik məncə. Bu vaxtda kimi çox görməmişik də, yəni tam fərqli bir sual. Həm deməli bu toplarda qrammatik testlər var, həm deməli reading mətnləri var, yəni oxuyub anlama mətnləri var. Həm dinləmə mətnləri var, QR kodu oxudaraq əldə edə bilərik. Həmçinin burada şəkilli hekayələr də var. Lakin 100 sözlük esse yoxdur. O yəqin ki, yeni nəşrlərə əlavə olunacaq. Bilmirəm, 2025 nəşrində varsa, yəqin ki, 2026-da yeni nəşrlər çıxacaqlar. Yəni bu il, bir aya yəqin ki, sentyabrda çıxır. Çox vaxt oxular, bəzən oktyabr kimi gedir. Yəqin ki, onu da əlavə edəcəklər, amma bu nəşrlərdə yox idi, çünki bizə düşmürdü onlar. Yəni, hansı ilsizsə, sizə ən yaxın olan ilin nəşrini alıb istifadə etməyiniz daha məqsəd uyğundur, çünki o daha yenidir. Nəysə, vəsait olaraq nəyi tövsiyə elədim? Deməli, test topları, ən məşhur hamının istifadə elədiyi. Mən də onları tövsiyə elədim, çünki topludan kənar sual düşmür imtahana. Bəs əlavə bir vəsait işlətmək istəsəz, nə işləyə bilərsiniz? Onları da göstərək.
Baxın, bu var məndə. 250 sınaq toplusu. Nərgiz necə? Məncə bu kitabı əksəriyyət tanıyır. Yaxşı kitabdır, amma həddən artıq çox testi var içərisində. Çox ağır deməyim, suallar çətin deyil. Sadəcə işləmək üçün bir xeyli vaxt ayırmaq lazımdır. Mən bunu almışdım ki, güya işləyəcəm bunu, ingilis dilimi qəşəng gücləndirəcəm, xeyli edəcəm. Zaten məndə ingilis dili yaxşı, toplar rahat işləyirdim ki, bunu da alım işləyim, biraz da gücləndirim, maksimum edeyim, 100 yazım imtahanda. Zaten 100 yazdım, o heç. Amma bunu çatdıra bilmədim. 250 dənə sınavdan neçə kimi gəlmişəm mən? 250 dənə sınavdan, deməli, mən gəlmişəm sınav 15-ə kimi. Sınav 15-i də işləmişəm, vocabulary hissəsidir. Oradan qalıb yəni. Heyif, yəni boş yerə pul vermişəm bu kitaba. Qəşəng kitabdır, ona söz yox. Sadəcə biz bu artıq 11-ci sinifdə alınacaq bir kitabdır. Çünki 11-də zaten vaxt az olur. Bir də oturub bir-bir buradakı sınavları işləmək həqiqətən vaxt aparır. Alırsınızsa 10-cu sinifdə, 9-cu sinifdə almanızı tövsiyə edirəm. Çünki çox qəşəngdir həqiqətən. Xeyli test var içərisində və alıb işləyə bilərsiniz. Qəşəng kitabdır yəni ümumi olaraq. Amma vaxtınız var. Yəni 11-lərə tövsiyə edirəm. Çünki 11-də artıq da gecdir o qədər sınav işləmək üçün. Sonra bu kitab var idi. Bunu tövsiyə eləyərəm, eləmərəm. Bir dənə baxaq. Dünya Nigar kitabı. Bunun yəqin ki yeniləri çıxacaq. Biz bundan işləmişdik. Çünki biz elə bir vaxtda imtahan verdik ki, 2026-cı il imtahanı. Bizimlə bir yerdə artıq model bağlandı. Yəni sonuncu imtahan modelini biz verdik. Gələn ildən etibarən 2027-ci ildə buraxılış imtahanları fərqli olacaq. Yəni siz esse yazacaqsınız, 100 sözlük, açıq suallar deyəsən yığışdırılıb, elə bilirəm. Yəni dinləmədə də, mətnlərdə də açıq suallar ləğv olunub. Deyəsən mətndən sayı 2 dənə mətn olacaq, hərəsindən daha az sual, elə bir şeylər olacaq. Biz sonuncu imtahan modelini verdik və bu kitab o modelə uyğundur. Bu dəqiqə mənim əlimdəki reading və listening də ona uyğundur. Ona görə də bunu zaten tövsiyə edirəm, çünki bu köhnə modeldir hal-hazırda məndə olan. Sadəcə bilmirəm, yeni nəşr çıxsa əgər, müəlliminiz sizə deyəcək yəqin ki, yeni nəşr çıxsa, bəlkə də çıxıb artıq, dəqiq bilmirəm, 100 sözlük esseyə uyğun, yeni şeylərə uyğun short textlər olacaq yəqin ki, bilmirəm 11-lərdə var yoxsa 9-larda da hələ də. Buna uyğun kitabı götürməlisən. Amma Dünya Nigarın kitabı amma qəşəng kitabdır ümumi olaraq. Yəni Dünya Nigar nəşrinin kitabları yaxşı kitablardır. Model olaraq deyə bilərik, test olaraq da pis kitab deyil. Alıb işləyə bilərsən. Bu topludan sonra, əsas toplular bitəndən sonra alıb işləyə bilərsən. Yəni ingilis dili vəsait çoxdur, ümumiyyətlə çox vəsait görmüşəm. Və bir də bu kitaba baxaq. 20 sınaq vəsaiti. Məncə bunu da əksəriyyət tanıyır. Düzün desəm, deməli mən 6 fəndən imtahan vermişəm də. 6 deyəndə ki, yəni 6 dənə 20 sınaq işləmişəm. Azərbaycan dilini işləmişəm. Riyaziyyatın 20-sindən işləmişəm. Riyaziyyatın hər ikisi, həm buraxılışın, həm blokçun olan. Fizikanı işləmişəm və informatika 5 dənə 20 sınaq kitabı işləmişəm. Bir dənə ingilisini işləməmişəm. Yəni bu kitab baxın hələ də boşdur. Yazıq kitab qalıb elə də. Almışdım ki, işləyəcəm, vaxtım qalmadı. Müəllimdən də soruşdum ki, bəs işləyimmi? Müəllim dedi ki, ingilis dili Kumar müəllim, ehtiyac yoxdur, bu səviyyədə düşmür bizə zaten. Ona görə də nə elədim? İşləmədim, yəni 20 sınaq qaldı. Tövsiyə eləyərəmmi bəs sizə işləmək üçün? Biraz tip olaraq fərqlidir. İçindəki suallar biraz daha çətindir. Yəni həqiqətən asan kitab deyil, çətin suallar var içərisində. Amma dimin olduğuna görə, gördüyünüz kimi dinin nəşri olduğuna görə işləməkdən zərər gəlməz məncə. İşləyə bilərsiniz. Mən özüm yəni işləsəm işləyərdim. Yəni çətin olsa da baxdığım suallara, yəni işləyə biləcəyim suallara, yəni heç bir işləyə bilməyəcəyim tip yox idi. Sadəcə biraz maraqlı tiplər var idi, fərqli suallar var idi. Amma imtahan hazırlaşanlar işləyə bilər. Əlavə vəsait kimi, yəni işləyə bilərsiniz. Amma mütləq işləyin demirəm. Vaxtınız varsa və güclü şagirdsizsə işləyə bilərsiniz, deyə bilərik. Yaxşı kitabım, belə çox pis bir kitab deyə bilmərəm yəni. Dilimin özü nəşridir, həm də mən bütün 20 sınavlar işləmişəm, bir dənə bu qalıb. Onu da artıq imtahanı vermişəm deyə işləmirəm. Neysə. Amma belə ümumi içinə baxmışam, pis deyil. Biraz səviyyə olaraq imtahan verəcəyiniz, imtahan səviyyəsində biraz ağırdır. Amma məncə işləməkdən zərər gəlməz, çünki çətin işləsəz artıq imtahan sizə daha rahat gələcək. Belə. Vəsaitlər haqqında danışdıq. Bunlar məndə olan vəsaitlər idi. Dediyim kimi, deməli, imtahana hazırlıq üçün sizə nələr tam bəs eləyir? Bir dənə göstərək. Hər videoda bunu göstərəm. Hər fənn üçün imtahana hazırlaşan şagird üçün nələr bəs eləyir? Birinci setoplu, ikinci setoplu. Bunları tam bitirirsiniz mütləq şəkildə. Hər şey, içindəki hər şeyi. Qaydaları da bitirirsiniz, readingləri də bitirirsiniz, listeningləri də bitirirsiniz. Hamısı bitdi mi? Bir də bunu da işləyə bilərsiniz. Bu mütləq deyil, bir də bu 20 sınaq. Bu üçün işləyən şagird, bu üçün yəni belə deyək, tam işləyib bitirən şagird, imtahanı gedib ingilisini 100 yaza biləcək şagirddir. Yəni əlavə bir şey yoxdur da, yəni tam bəs eləyir. Yəni toplular və 20 sınaq vəsaiti.
bunu tövsiyə edirəm. Yəqin ki, bunların yeni nəşrləri olacaq bu ildən etibarən. Siz ən yenilərini alın. İndi məndə köhnədir, məhz bunlardan alın yox. Ən yeni 2 dənə toplu, birincisi, ikincisi. Bir də 20 sm bilməm yenisi çıxsa, yeni versiyası yəqin ki çıxacaq. Çünki model dəyişib bax, bu qala bilməz 11 illik üçün. 99% ehtimalən çıxacaq. Bir də 20-sinə. Qutarı gətir. Bunları bir yerinə işləyirsiniz. Üçü sizə imtahan üçün tam bəs eləyir. Bu oldu mənim vəsait tövsiyələrim. İndi isə başlayırıq fərqli tipli tövsiyələrə. Yəni fərqli tipləri nəyi nəzərdə tuturam? Məsələn, qaydalarda nələrə diqqət edək? Dinləməni necə yazaq? Reading mətnlərini necə işləyək? Söz hardan öyrənək? Və s. Başlaya bilərik. İkinci başlığa keçirik. Qrammatika. Birinci başlığımız vəsaitlər idi. Deməli, qrammatikadan danışaq. Bilirik ki, mənim imtahan verdiyim modeldə qrammatika sualları deyəsən 16 dənə idi. Amma artıq yeni modeldə say biraz azalacaq deyəsən. Elə bilirəm ki, azalıb sayı. Nəysə, saya baxmayaq. Biz qrammatikanı necə işləyək? Deməli, qrammatika üçün toplular tam bəs edir. 2 dənə toplunun belə deyək, suallarını tam işləyən şagird, işləyə bilən şagird, səhvsiz işləyən şagird imtahanda gedib qrammatikanı zaten səhvsiz necə yazacaq. Ona görə də belə deyək, toplular tam bəs edir və bunu da deyim ki, ingiliscinin qrammatikası hər il çox asan düşür. Hər il çox asan düşür. İngiliscində də maraqlı tipli, çətin tipli suallar bəzən qarşımıza çıxa bilər topluda. Amma imtahana heç vaxt mən görməmişəm ki, gedib bir qeyri-adi tipli sual salınsın. Həmişə standart və çox şifahi suallar salınır, belə deyək, sadə salınır həmişə. Məsələn, hər bölmədə məsələn biz çox dərinlə gedərək öyrənirik. Axırda gəlib məsələn imtahandakı suallara baxın deyirik, bu bölmədən gəlib elə bu düşdü. Məsəl üçün başqa bir bölmədə, məsələn artikel bölməsində 300-ə yaxın test işləmişik, 400-500 dənə test işləmişik, çoxlu sınavlar falan. Gəlib düşən sual çox rahat məsələn. Gəlib düşüb Lake Baykal yenə. Qutardı getdi. Və o qədər çoxlu söz önü bölməsi o qədər genişdir ki, o qədər söz önü əzbərlənə gəlib ən rahatı düşsün məsələn sizə söz öndə. Yəni belə olub. Əksər illərdə belə olub da, yəni imtahanın sonunda ki, reaksiyalar belə olub, yəni asan düşür. Ona görə rahat olun ingiliscində. Çox çətin olmur ingilis imtahanı həqiqətən də. İngilis fənnindən suallar çətin olmur heç bir ildə. Xüsusilə də qrammatika. Həmişə standart formada asan olur. Ona görə özünüzü qrammatikadan qorxutmayın. 2027-də imtahan verəcəklər üçün deyirəm əlbəttə ki bunu. Yəni model dəyişilsə belə suallar dəyişilmir ki, qayda eyni qaydadır. Yəni ona görə özünüzü qorxutmayın. Qaydalar həmişə asan düşür, elə yenə də asan düşəcək. 99% belədir. Qaydalar həqiqətən asan düşür. Yəni toplunu işləyə bilən şagird orada gedib tam yazacaq da. Yəni çətin olmur. Həqiqətən qaydalardan çətin sual düşmür. Və bir də nə demək istəyirəm? Yeni qaydalar əlavə olunub, bilirsiniz. 2025-ci il nəşrlərində, toplularda yeni qaydalar var idi. Hansı qaydalar idi onlar? Məsələn, essential and non-essential adjective clauses idi, səhv eləmirəmsə adı. O yeni bir qayda kimi salınmışdı. Sonra məsələn, suggest və recommend feilləri hamının məsələn yaralı yeri, biraz yoran tipli suallar var idi orada, amma maraqlı bölmədi. O da yeni salınmışdı. Sonra nə salınmışdı? Orada deyəsən conditionallar deyəsən bir bölmə kimi salınmışdı zamanların içinə. Nəysə belə qaydalar əlavə olunub, onlara fikir verməlisiniz mütləq. Çünki 2027-ci ildən etibarən böyük ehtimalla onlar artıq imtahanda istifadə olunacaq. Çünki artıq model də dəyişilir və kitab nəşrləri də dəyişilir. Çünki 10-11-ci sinif ingilis dil dərslikləri bilirik ki, artıq böyük kitablardır. Məsələn, adi halda əvvəllər balaca kitablar idi. Balaca deyəndə ki, yəni təxminən bu ölçüdə artıq 10-11-ci sinif dərslikləri baxın bu ölçüdə. Daha belə deyək, böyük kitablardır və içi də dəyişilir həqiqətən. İçi də ciddi şəkildə dəyişilib. O qaydaların əlavə olunması yəqin ki ona görədir. Yəni kitablar dəyişilib, yeni qaydalar əlavə olunub ora. Və imtahanda yeni qaydalardan böyük ehtimalla artıq düşəcək. Onları da sizə müəllim izah edəndə mütləq şəkildə onlara öyrənin. Yəni həmin bölmələrə xüsusi diqqət verin. Bu ildən etibarən düşmə ehtimalı yüksəkdir. Ona görə onlara xüsusi diqqət vermək lazımdır. Həm də yeni əlavə olunub deyə. Amma yenə də deyirəm, yeni əlavə olunub deyə mütləq şəkildə 50 yerdən işləyim yox, elə topludakiləri işləyin, qutarı getdi, bəs eləyir. Topludakı tiplərə düşəcək elə. Keçirik ki, mətnlər haqqında danışaq gəlin. Bir də qrammatika haqqında məsələn nəyi demək istəyirəmsə, baxın, qrammatika, ümumiyyətlə ingiliscə bunları danışmadan əvvəl, digər mətnlər başlamaya keçmədən əvvəl deyək ki, ingiliscə söz öyrənmək, söz bacarığı güclü olmalıdır əlbəttə ki, şagirddə. Qrammatika testini işləyəndə də sizdə söz bazası tələb olunur. Mətnlər işləyəndə də, dinləmədə də, dinləmə mətnləri xüsusi olaraq söz bazası lazımdırsa, ona görə də söz öyrənmək üçün heç vaxt gec deyil, belə deyək. Yəni, vaxtınız olduqca söz öyrənin ingiliscə. Hansı kitablardan öyrənmək bəs? Hardan olur olsun, əsaslı söz öyrənin. Məsələn, Gülnarımdova əksəriyyəti buradan öyrənir sözləri.
arxasında bir xeyli sözlər var. Bir xeyli qalınlıqda kitabın axırında bir xeyli hissə 100 neçə, 200 neçə səhifə ayrılıb sözlərə, sinonim, antonim falan. Oturun bunları öyrənin. Məsələn, baxın bu kitabda da sözlər var idi. Dünya Nigar kitabında sonlarında sözlər var. Yəni əksər kitabdan sonlarında var sözlər ingilisində. Dərsliklərin sonunda nə qədər sözlər var. İndi yolların da zaten dərslikdən götür, ona görə ehtiyac yoxdur. Yəni deməyim odur ki, mütləq şəkildə söz bazanız güclü olmalıdır ki, bəzən qrammatika testlərinin içərisində də sizə söz bazası lazım olur. Xüsusilə modal feillərə tərcümə əsaslı suallar mövcuddur ki, məsələn sən tapırsan ki, qrammatik olaraq həm bu cümlədə məsələn bu modal feil düzdür, həm də bu modal feil düzdür qrammatik olaraq. İndi cümləni tərcümə eləməlisən ki, sən cümləyə inkarlıq bildirən modal feil qoyun, yoxsa təsdiq bildirən modal feil qoyun. Artıq burada ilişib qalırsınız. Ona görə tərcümə güclü olmalıdır, söz bazası güclü olmalıdır. Ona görə də harada tapırsınızsa tapın, bol-bol söz öyrənin, ifadələr öyrənin ingilisində ki, sizə həm gələcəyinə lazım olacaq, zaten ingilis dili belə deyək də lazımlı bir dildir. Həm də imtihanda lazım olacaq. Söz bazasının güclü olmasından sizə zaten zərər gəlməz. Ona görə çoxlu söz öyrənmək lazımdır. Belə keçirik ikinci. Bəs deyəcəksiniz ki, bəs sözü necə öyrənək də? Yəni belə suallar gəlir. Yəni bunun haqqında biraz danışmaq istəyirəm. Deyir ki, söz öyrənək deyirsiniz. Bəs sözü necə öyrənək biz? Məsələn, mən necə öyrənirdim sözləri? Açırdım buradan, məsələn. Bəlkə bir söz var, məsələn, burada chat, söhbət etmək. Və ya dream, arzulamaq, xəyal etmək. Feel relaxed, rahat hiss etmək. Bunları öyrənərkən necə edirsiniz? Məsələn, mən belə öyrənirdim. Öz-özümə danışaraq, öz-özümə nəyisə izah edirmiş kimi söz öyrənirdim. Məsələn, deyir ki, bir söz, məsələn, refuse feili, imtina etmək deməkdir. To say that you will not do or accept something. Deyir ki, burada nəyisə etməyəcəyini və yaxud qəbul etməyəcəyini söyləmək mənası ingiliscə, refuse feilinin. Və necə öyrənirəm? Refuse, imtina etmək. Öz-özümə ağlımda cümlələr qururam. Məsələn, deyirəm ki, mən onun təklifinə imtina etdim. I refused his məsələn propose. Təklifini nə etdim? İmtina etdim. Razılıq vermədim. Məsələn, başqa nə cümlə deyə bilərik refuse feili ilə? Məsələn, refuse o deməyi başqasına deyə indi. Refuse ilə məsələn bu formada bir cümlə qurdum. Bunu da ki öyrəndim. Keçirəm məsələn yeni bir feillə. Məsələn, buradan rahat cümlə qura biləcəyimiz bir feil götürək. Məsələn, powerful, güclü, qüvvətli. Məsələn, bunu öyrəndim. Güclü, qüvvətli. Öz-özümə cümlədə işlədirəm bunu. Məsələn, indi bu mənim taktikamdır. Hər adam indi onun cümlədə bəlkə də qura bilməz, amma mən belə öyrənirdim. Məsələn, deyirəm ki, he is very powerful. O çox güclüdür, sadə bir cümlə ilə. And he can easily kick you, məsələn, indi. O səni rahatlıqla döyə bilər, sənə zərbə endirə bilər, güclüdür. Və yaxud bu formada deyə bilərik. Və yaxud məsələn, başqa nə söz var burada? Beneficial, faydalı məsələn. Deyə bilərik ki, məsələn, bu iş çox faydalı idi, belə mənfəət əldə etdik falan da. Yəni, sözü öyrənib, məsələn, belə öyrənməyin. Nearby, yaxınlıqda, nearby, yaxınlıqda, yaxınlıqda, nearby, yaxınlıqda, nearby, nearby, yaxınlıqda. Belə yox. Sözü biraz da bir cümləyə qoyun. Məsələn, bir nə iləsə əlaqələndirin ağlınızda həmin sözü ki, yadınızda qalsın. Quru-quru öyrənməyin. Nə iləsə əlaqələnəndə bir hekayə kimi ağlınızda olanda daha yaxşı yadda qalır. Yəni, bunu nə edə bilərsiniz? İstifadə edə bilərsiniz. Bu formada. Yəni, söz öyrənmək üçün bu formada öyrənə bilərsiniz. Yəni, bu mənim üsulum idi. Bəzən də yazaraq öyrənirdim sözləri. Necə öyrənirdim? Məsəl üçün, sözü gördüm. Məsələn, burada yazıram sözü. Qarşısında ingiliscə bir cümlədə həmin sözü işlədirəm. Tutaq ki, bu formada yazaraq həm ağlımda daha yaxşı oturur həmin söz, həm də daha yaxşı anlamış oluram sözü, həm də cümlə quraraq ingilis dili bacarıqlarımı gücləndirmiş oluram. Amma əgər çox zəifsinizsə, cümlə qura bilmirsinizsə, o zaman lap bəsitindən cümlələr qurun, amma yetər ki, yəni nədəsə işlədin və onu ağlınızda əlaqələndirin. Onu ağlınızda nəsə əlaqələndirin. Məsələn, pizza sözünü öyrəndiniz. İndi pizza sözü biraz əlaqəsizdir, çünki pizza ilə pizza deməkdir. Məsələn, öyrənmişsiniz apple alma. Ağlımda cümlə qur. I eat apple every day. Hər gün alma yeyirəm. Əlaqələndirdin. Alma, yemək. Eat apple. İndi apple sözünü öyrənən nə bilim daha hansı səviyyə ingilislə başlamışsınızsa, yəni də ən sadəsindən olsa cümlə qurun, ağlınızda əlaqələndirin. İndi hər öz metodu var əlbəttə ki, belə deyək də özünüz üçün bir metod tapın. Söz sizin ağlınızda necə daha rahat qalır. Hərə bunu özündən eləməlidir, bilməlidir. Bu formada. Sözlər haqqında belə. Nəysə, ikinci başlığa keçmişdik biz mətnlər haqqında.
Baxaq mətnlərə. Mətnləri işləmək üçün nə etmək lazımdır ingilis dilində? Sizin söz bazanız mütləq olmalıdır. Bunu zaten bilirik. Bir də çoxlu mətn oxumalısınız əlbəttə ki, gücləndirmək üçün. Məsələn, məndə mətnlərdə heç bir problem olmayıb bu vaxta kimi reading mətnlərlə. Niyə? Çünki mən 5-ci sinifdən bu yana ibtidaini nəzərə almıram, ibtidai heç. 5-ci sinifdən bu yana 11-ci sinifə kimi, düzdür 11-də o qədər dərsliyə baxmadıq məktəbdə yəni. 5-dən 10-a kimi mən məktəbdəki dərslikdəki bütün o mətnləri müəllim bizə evə verirdi. Evdə tərcümə edib gəlirdik, müəllim üçün tərcümə edirdik, bir dənə tapşırıq falan yazıb nə isə də yəni 5-dən 10-a kimi mən mətn tərcümə eləmişəm. Bu məndə o qədər artıq vərdiş olub ki, hər il söz və bunu da deyim 5-dən 10-a kimi mən sözləri, sinif sözlərini hər dəfə ardınca öyrənirdik, müəllim soruşurdu bizdən, məktəbdən aliyə müəllim. Onunla da həm sözləri öyrənmiş olurduq, həm mətn oxuyub tərcümə etməyi bacarığımız inkişaf eləyirdi, həm də indi dinləmə düzdür, müasir dövrümüzdə belə deyək də, Azərbaycan məktəblərində şərait o qədər yüksək deyil ki, məsələn, hər dərs oturub kolonkanla, səs ucaldanla dinləməyə eləyək. Amma eləyirdik, yuxarı siniflərdə eləyirdik. Amma yenə də bir-birimizlə danışa-danışa, sözlər soruşa-soruşa o sözün tələffüzü falan da ağlımızda qalırdı. Belə, yəni bu kimi vərdiş olmalıdır sizdə. Amma artıq yuxarı sinifsizsə, artıq vaxtınız azdırsa mətnləri belə deyib, oturub mətn tərcümə eləmək üçün çalışın ki, topladakı bütün mətnləri ən azından oxuyub tərcümə eləyin. Tərcümə elədikcə bilmədiyiniz sözləri bir yerə qeyd edin, o sözləri öyrənin. Lap alınmırsa cümlələri tərcümə eləyin, bir yerə yazın, oxuyun bu cümlələri şey eləyin ki, tutuşturun ağlınızda onları və əlaqələndirin. Heç olmasa mətni tərcümə eləmək necə olur, ardıcıl o şey sizdə formalaşsın. Bu formada, yəni mətnlər haqqında da. Keçirik üçüncüyə. Yəni mətnlər haqqında çox deyə biləcəyimiz bir şey yoxdur. Çünki siz biraz qrammatik qaydaları yaxşı bilməlisiniz ki, o mətnin strukturunu tutub tərcümə edə biləsiniz. Bir də sözləri yaxşı bilməlisiniz. Sözləri yaxşı bilsəz əslində, məsələn, tutaq ki, cümlədə 10 dənə söz var, siz 9-unu yaxşı bilirsiniz. Artıq o cümlə sizin üçün artıq ağlınızda formalaşacaq avtomatik, qaydanı bilməsəz də. Çünki bu sözlərdən necə bir cümlə əlaqələnə bilər, necə bir cümlə qurula bilər, təxminən o sizdə nə olacaq? Yaranacaq. Ona görə də bu formada mətnlər haqqında. Keçirik üçüncü başlığımıza. Üçüncü başlıq yox. Deməli, vəsaitlər, qrammatika mətnlər, indi gəl dinləmə, dördüncü başlıqdır bu əslində. Dinləmə haqqında nə tövsiyə eləyərdim sizə? Artıq dinləmə də bu ildən rahatlaşacaq. Çünki 3 dənə qapalı sual, bir dənə də true false. Səhv eləmirəmsə elə olub yeni modeldə olacaq. Açıq sualları yığışdırırlar. Bu sizin üçün çox böyük üstünlükdür həqiqətən. Çünki açıq sual, 3 dənə açıq sual düşürdü bizə, ümumilikdə 6 sual. Mən hamısını yaza bilmişdim, buraxılış imtahanı 9 martda. Və belə deyək də, açıq suallar həqiqətən biraz riskdir həqiqətən. Çünki onu eşitmədinsə, getdi də o. Amma mənim üçün üstünlük bu oldu ki, mən birinci dəfə dinləyəndə artıq 3 açıq sualın 3-ünü də bitirmişdim. Yəni ikisini ya 3-ünü dəqiq yadıma gəlmir, 3-ünü də bitirmişdim, mənə elə gəlir ki. Deməli, o sifəti tapa bilmişdim, lokal idi deyəsən, bizdə yerli sifət. Sonra suala cavab verməyi deyəsən, onu da yazmışdım. Çünki hamısını yazmışdım, sadəcə bir dənəsi şübhəli qalmışdı. Məndə ki, dəqiq budurmu görəsən? Amma yazmağı yazmışdım. Qapalılar qalmışdı. İkinci dinləmədə isə qapalıları hamısını yazdım. Bitdi dinləmə bu formada məndə. Yəni artıq sizdə açıq sual da olmayacaq. Nisbətən işiniz rahatdır dinləmədə. Yenə nə lazımdırsa, qəşəng söz ehtiyatı, söz bilmək və sözlərin tələffüzlərini qəşəng bilmək, yazılışla yox. Məsələn, janr sözü. Janr sözü ingilisində necə yazılır ingilisində? Genre bu formada yazılır. Genre yazılır. Siz bunu belə öyrənmişsiniz ki, janr, genre, janr, genre, genre, janr. Bax, belə öyrənmişsiniz də öyrənəndə. Amma sizə yəni bu mətnin hissəsində deyəcək janra. İndi bilmirəm bu söz düşərmi? Elə bilirəm. Janr sözünün oxunuşu ingilisində janra belə olur. Yadıma ki, o baxın bu sözün tələffüzü məni çaşdırmışdı. Genre yazılır, janra oxunur. Təsəvvürləyin necə fərq var arada? Genre də oxunmur, janr oxunur. Yəni o deyəndə siz artıq bunu genre öyrənmisiniz, heç ağlınıza gəlmir ki, bu söz o söz imiş. Yəni sözlərin tələffüzlərini də fikir vermək lazımdır. Bilirəm, bu xeyli vaxt aparan bir şeydir. Oturub bir sözdən hamısının tələffüzünü də eləmək, amma lazımdır da neyini? Yəni sözlərin tələffüzünü bilməlisiniz ki, siz onu eşidəndə o ağlınızda artıq əlaqələndə bu cümlə qurulsun. Demirəm, mən də dinləmə zamanı bütün sözləri, hamısını bir-bir eşidib, bütün cümlələri anlamışam. Xeyr. Biz məsələn hazırlıqda dinləmə də eləyəndə bəzən nə olurdu ki, məsələn tuta bilmirəm də, eşidə bilmirəm nə dediyin, sürətlə danışıb gedir, mən eşidə bilmirəm, yaza bilmirəm, pis olurdum ki, mən eşidə bilmədim ki, bəs dinləmə imtahanda da, əsl imtahanda da çətin olsa, neyəcəm, mən də qalacağım, eşitməyəcəm. Olurdu məndə də, sadəcə nevzi sıxmayın, tez-tez söz öyrənin, söz bazanızı biraz da gücləndirin, yeni sözlər öyrənin və çoxlu dinləmə eləyin ki, beyniniz ona vərdiş olsun, çoxlu dinləmə eləyin. Əsas tövsiyəm bu olardı sizə dinləmədən. Yəni, mən dinləmə üçün xüsusi bir qeyri-adi bir taktik işlətməmişəm. Yəni, söz ehtiyatım güclü olub, mən söz ehtiyatımı məsələn indi də gücləndirirəm. Nə olsun ki, imtahanı vermişəm. İngilis də bizə lazım olacaq. Mən özüm Bakı məktəbini seçəcəm inşallah. Orada məsələn, dil ingilis dilindədir də tədris.
bütün orada mesela Azərbaycan tədris yoxdur, böyük ehtimal deyil. Səhv eləmirəmsə elə olmalıdır. Yəni bütün ümumiyyətlə dil olaraq ingilis dilində tədrisdir orada bütün ixtisaslar haqqında. Və məsələn indi də məsələn mən özüm üçün bir dənə dəftər tutmuşam yay tətilində. Həmin dəftərə C1 səviyyəli ingiliscə sözlər yazıram. Eşitdikcə tez-tez. Məsələn get hold of kimi nəsə əlaqə saxlamaq, maraqlı feildir. Məsələn bu heç qabağıma çıxmamışdı hazırlıq müddətində. Məsələn deyir ki, sən ingilis demək istəyirsən ki, bunun heç mənası yoxdur. Məsələn deyirsən ki, bu dəqiqə mübahisə eləməyin heç mənası yoxdur, yeri yoxdur. Necə deyərsən? There is no point in arguing. Hə? There is no point in speaking. Danışmağın yeri yoxdur. Məsələn, ona başa salmağın yeri yoxdur. Məsələn, deyə bilərsən, there is no point teaching. Ona nəsə öyrətməyin yeri yoxdur. Baxın, məsələn, bu tip maraqlı ifadələr qeyd edib orada öyrənmişəm. Nəysə, bu biraz əlaqəsi oldu. Yəni, daima çalışın ki, özünüzü inkişaf elətdirin. Yeni bir söz gördünüz, məsələn, heç qabağınıza çıxmayıb, yazın bir dəftərə, öyrənin tez-tez, onu üstündə məşq eləyin. Öyrənin ki, artıq nə qədər söz ehtiyatınız bol olsa, sözləri daha yaxşı bilsəz, eşitdikdə də onu siz dinləmə zamanı rahat tuta biləcəksiniz. Ona görə çalışın ki, tez-tez dinləmə eləməklə bərabər söz bazanızı gücləndirin. Çünki məsələn tam olaraq Yunarumdova bəs eləyirəm. Buradakı sinonim antonimlər çox önəmlidir, həqiqətən çox yaxşıdır. Mütləq sinonim antonimləri bilməlisiniz, sinif sözlərini bilməlisiniz. Bunların hamısını bilsəz, dinləməni də 95% ehtimalla eşidəcəksiniz. Həm dinləmə bacarığı, həm də söz ehtiyatınız ikisi birləşəndə artıq nə olacaq? O imtahanda sizə rahat dinləməni eşitməyə imkan yaradacaq. Belə, dinləmədən də bunları tövsiyəm. Keçirik 5-ci başlığımıza esse yazmaq məsələsi. Esse bizdə də var idi, amma bizdə deyəsən 30 söz idi, ya 35 söz idisə. Yox, 35 söz deyildi, bizdə səhv elədim. 3 cümləlik esse idi. 35 söz deyəsən 9-cu sinif imtahanında idi, şəkilli hekayə söhbəti. Bizdə də var idi esse, amma esse deyil, bizdə zəif bir şeydir. 3 cümlə deyir ki, məsələn bu mövzuda 3 cümlə ilə fikir bildirin. Bizdə belə idi imtahanda. Bizə nə düşmüşdü? Deyəsən 9 martda bizə düşmüşdü haranı səyahətləmə, yoxsa ən böyük arzunuz nədir düşmüşdü? Ya da ki, harasız səyahətləmək istəsəniz, hara gedərsiniz, elə bir şeydir. Məncə ən böyük xəyalınız nə idi düşmüşdü? Mən də ora harası səyahət eləmək, insana tanışmaq belə bir şey yazmışdım. Nəysə, bəs esse-ni necə gücləndirmək lazımdır? Esse-ni gücləndirmək üçün hazır bu ildən artıq 100 sözlük esse gələcək sizə. Çox gözünüzdə böyütmək nəsinə çox da böyük bir şey deyil. Yəni mən burada 100 sözlük esse-ni yazarım, yəni rahat. Deyəcəksiniz sən yazarsan da, amma siz o da vərdişdir, yəni 3 cümləli esse də düşsə, 100 sözlük esse də düşsə, yazan 3 cümləli yazan 100 sözlük də yazacaq. 100 sözlüyü yaza bilməyən 3 cümləli yaza bilməyən. Yəni ki, 3 cümləli yaza bilən 100 sözlüyü zaten yazacaq. Çünki bu 3 cümləni yazıbsa əgər bu, deməli bunda bir şey var da 100-ü də yazacaq. 3 cümləni yaza bilməyən şagird, deməli 100-ü zaten yaza bilən deyil. Yəni miqdar artdıqca özünüzü qorxutmayın ki, çətinləşir. Çətinləşmir. Sadəcə daha çox cümlə yazın. Yəni ki, eyni tapşırıqdan çoxlu işləmirsən ingilis dilində. Bunda da elədir. 3 cümlə yazmışsan, sadəcə 10 cümlə yazmalısan məsəl üçün. Sadəcə biraz nə etməlisiniz? Orada sizə müəyyən bir tələblər olacaq. Orada ki, məsələn, mövzunun başlığı olsun, ümumi ideya olsun, çox əlaqəsiz şeylər yazmayasınız. Belə, bunun üçün nə lazımdır? Yenə söz ehtiyatı fikrin. Hər şeydə söz ehtiyatı lazımdır ingilisdə. Hər şeydə. İngilis dil videosunu açın, yenə söz ehtiyatı. Yəni hər şeydə söz ehtiyatı lazım olur sizə. Buna görə də bacardığınız qədər yenə söz ehtiyatınız güclü olsun, cümlə qurma bacarığınız olsun, müxtəlif cümlə strukturlarına qarşı belə deyək anlayışınız olsun ki, orada qura biləsiniz. Mürəkkəb cümlədir falandır. Zaman uzlaşmalarına fikir verin. Məsələn, ingilisdə keçirik. Məsələn, keçmiş zamandan gələcək zamanı biz çox uzlaşdırmırıq falan. Bunlara fikir verin ki, orada əlaqəsi olmasın. Məsələn, yazdığın cümlədə, məsələn, essedə bir indiki zaman yazıb, sonra keçmiş zamana keçib, qalanın gələcək zamanda yazıb, elə yox. Ardıcıl daha mənalı bir-birinə əlaqələnməyə fikir verin. Yoruldum. Belə, essedə də bunları tövsiyə edərdim sizə. Yəni, söz ehtiyatınız güclü olsun, bir də ki, cümlə qurma bacarığınız güclü olsun. Bunları YouTube-da dərslərə baxaraq gücləndirə bilərsiniz biraz da. Keçirik növbəti başlığımıza, artıq yavaş-yavaş bitirə bilərik. Digər fənlərə nisbətdə bu fənnə nə qədər vaxt ayıraq? Yəni, ingilis dilinə nə qədər vaxt ayıraq? Ümumiyyətlə, ingilis dilinə nə qədər vaxt ayıraq məsələsinə gəlsək, mən özüm ingilis dilinə həqiqətən çox az vaxt ayırırdım, bunu etiraf eləyəcəm, yəni. 9-cu sinifdə və 10-cu sinifdə topluları işləmişəm hər ikisinin, amma 11-ci sinifdə toplu işləmədim mən, qaydalardan da, yəni qrammatika hissəsindən toplu işləmədim, mətnləri falan işlədim, dinləmələri. Amma testləri işləmirdim qaydaları, çünki 9-10-da mən bazanı qurdum, Azərbaycan dilində belə eləmişdim. 9-10-da bazanı qurub toplu işləmişdim, 11-də artıq toplu işləmədim, çünki vaxt qalmamışdı, bloka biraz kökləndim.
Nəysə, vaxt ayırma məsələsinə gəlsək. Birinci qrup, indi bu sizin qrupunuzdan asılıdır. Məsələn, birinci qrup şagirdisinizsə, sizdə texniki fənlər zaten vaxt aparır. Ona görə ingilis dilini lap yuxarı qoymaq da olmaz. Yəni, ən çox ingilis dilinə vaxt ayırın, 5-6 saat, riyaziyyata falan vaxt qalın. Ona görə riyaziyyat, fizika, informatika əsas gəlməlidir sizin üçün. Əsasda riyaziyyat daha çox vaxt aparır. Azərbaycan dili, ingilis dili biraz aşağılarda. İkinci qruplarda yenə zaten ikinci qruplar riyaziyyata bir xeyli vaxt aparır ikinci qruplarda. Onlarda deyəsən tarix, coğrafiya da var. Əsasən tarix, coğrafiya vaxtları gedir, ingilis də qalır aşağıda. Yəni vaxt ayırma məsələsinə gələndə bu sizdən asılıdır. Əgər zəifsinizsə bu fəndə bir xeyli vaxt ayıra bilərsiniz. Amma mən yenə də tövsiyə eləmirəm lap çox vaxt ayırmağı. Hər bir fəndin müəyyən bir aralığı olmalıdır. Yəni ingilisini lap yuxarı qoysanız, digər bir fəndə riyaziyyata boşluğunuz qalacaq. Ona görə çalışın ki, çox bal verəni daha çox oxuyun. Mən belə edirdim də, yəni nə yalan deyim, ingilis dilini mən həqiqətən çox az oxuyuram. 11-ci sinifdə az oxumuşam, onu da çox oxumuşam amma. 10-cu sinifdə ingilis dilində bir xeyli vaxtım gedirdi, çünki testləri bir-bir işləyirdim. 11-ci sinifdə amma bu qaydaları işləməməyə başladım artıq. Məsələn, işlədiyim söz bazam çox gücləndirim, amma qayda işləmədim çünki işləmişdim 2 dəfə artıq, 3 məncə artıq idi ona görə. Belə, bax, ona artıq siz qərar verməlisiniz ki, nə qədər vaxt ayırasınız. Qrupunuzdan asılı olaraq bu dəyişən bir şeydir. Keçirik sonuncu başlığımızda, 6-cı başlığımızı səhv eləmirəmsə, öz istifadə etdiyim taktikalar, əlavə, tövsiyələr, məsləhətlər və s. Bununla da videomu bağlayaq. Başqa nə tövsiyə edirəmsə, onu tövsiyə edirəm ki, özünüzü çox sıxmayın. Məsələn, mən imtahana getmədən əvvəl ingilis dilindən özümü çox sıxırdım. İmtahana artıq 3-4 gün qalmış dinləmə eləmişdik biz kursda. Və səhvim çox çıxmışdı. Məsələn, 6 sualdan 3 dənəsini yaza bilmişdim. Dinləməni eşidə bilmirdim də heç cür. Özdə biz toplumun ən axırındakı mətnləri işləyirdik. Deyəsən, ikinci hissəndən sonuna müəllim çap edib gətirmişdi bizə dinləmə mətnlərini və axırdakı dinləmələr fikir verirsə özünüzdə həqiqətən çətinləşir getdikcə. Çox sürətli danışırdı və çox bitişik deyirdi sözlərdə və yeni çoxlu sözlər eşitdim mən orada. Dinləməyə başladım, evə gəlib sormuşdum ki, ayda 3 günə imtahan verəcəm, mən dinləməyə heç nə bilmirəm ki, belə demişdim öz-özümə. Oturub açmışdım 20 sınavdan dinləmə açıb özümə oradan-buradan baxıram ki, mən zəifəm, yoxsa bu dinləmədə oradan çox çətin idi. Gördüm ki, dinləmə çətinliymiş əslində. 20 sınavdan elə-belə seçdiyim dinləmələri eləyə bildim rahatlıqla. Evdə özümdə bir 5-6 dinləmə elədikdən sonra qərar verdim ki, hə, mən yaxşıyam, buradakı biraz çətinliymiş. Həqiqətən də eləmiş, sürətli danışırdı çünki. Nəysə, yəni bunu demək istəyirəm ki, toplumu işləyin, dinləmələri falan işləyin, amma az çıxsa nəticəniz pis olmayın. Yenə işləyin. Nə olsun ki, az çıxır, yenə işləyin. Dinləmə məsələn, əsas imtahanın dinləməsi yavaş olur. Mən buna şahid olmuşam. Bu il məsələn 11-dən narahat idim ki, müəllimdən də soruşmuşdum Kumar müəllimdən kursda ki, dinləmə bizdə sürətli olacaq, yoxsa yavaş olacaq imtahanda. Getdim gördüm imtahanda da ki, rahat düşdü yəni. Rahat nə? Yavaş-yavaş danışırdı, sözləri bir-bir deyirdi. Çox belə tələsib qaçmırdı heç yerə. Yavaş-yavaş kişi səsindən danışırdı və yavaş-yavaş gedirdi sözlər. Eşitmək də aydınlıq eşitmək olurdu. Məsələn, YouTube-da falan narazılıq edirlər 9 mart imtahanında ki, mən dinləmədən heç nə eşitmədim. Çox sürətli dedi. Mən elə kitabı təzə açmışdım ki, dinləmə bitdi. Qətiyyən heç nə elə şey mənim başıma gəlməyib. Bəlkə indi hərənin başına fərqli şey gəlib, amma sürətə narazılıq edənlər varsa dinləmədə 9 mart imtahanında məncə haqlı deyirlər o qədər də. Çünki dinləmə sürəti həqiqətən normal idi, orta sürət idi. Yəni topluluqda bizim əsas imtahandakindən daha da sürətli şeylər var suallar içərisində. Daha doğrusu dinləmələr içərisində daha sürətli dinləmələr var. Yəni ona etiraz edə bilməzsən. Bəlkə səs ucaldan xarab olur falan, onu bilmirəm, artıq belə etirazları görmüşdüm, amma dinləmə sürətinə bağlı problem mən yaşamamışdım. Yəni dinləmə sürəti yaxşı idi, pis deyildi. Belə, yəni siz də narahat olmayın, dinləmənin sürəti həqiqətən yavaş olur. Sözləri bilsəz əgər, dinləmədə istifadə olunan sözləri bilsəz, söz bazanız yaxşı olursa, yazacaqsınız. Rahatlıqla yazacaqsınız. Çünki yavaş-yavaş deyir, həqiqətən eşitmək olur. Bu belə, mən özüm də həqiqətən narahat edim imtihana getmədən əvvəl ki, birdən sürətli danışar, eşitmərəm, amma elə bir şey olmadır, yavaş-yavaş danışır, yaza bildim yəni mən. Belə. Sonra. Söz öyrənmədən danışdıq, bundan danışdıq. Yəni ümumi olaraq bu qədər. Artıq videonu yekunlaşdıra bilərik. Yəni ümumi olaraq sizə tövsiyə edirəm ki, ingilis dilini hazırlıq zamanı bol-bol söz öyrənin. Hər gün birazca vaxtınızı söz öyrənməyə ayırın. 5 dəqiqə də olar, 10 dəqiqə. Açın 2-3 dənə sözlə baxın. Açın 3-4 dənə sinonimə baxın. Açın topludan məsələn 75-ci səhifədə məsələn sağdan 3-cü sualı götürün, tərcümə edin o şərtin. Oradakı variantları tərcümə edin, sualı şərtini tərcümə edin. Orada sualda nümunə kimi verilmiş cümlələri tərcümə edin. Tərcümə edin, toplu mətnlər oxuyun. İndi bəlkə də aşağı sinif şagirdisə bu videonu izləyənlər, məsələn 9-da 10-da oxuyursa, hələ ki vaxtınız varsa müəyyən miqdar, hələ ki 9-a 10-a indi keçirsinizsə,
məktəb dərslərinə xüsusi önəm verin ki, məktəb dərsliklərindəki mətnlər həqiqətən faydalı olur. Çünki siz onlarda vərdiş kimi qazananda, mətni tərcümə edəndə sizə imtahanda da rahat olacaq o. Amma 11-lər üçün artıq biraz gecdir. İndi çünki onların artıq əsas imtahanlar artıq yaxınlaşır, aylar qaldı imtahanlarına. Amma 9-10-da gərək işləyərdilər, bəlkə də işləyiblər, nə bilim indi. Amma yəni 9-10-da işləyənlər üçün böyük üstünlüdür, çünki o vərdişi onlarda yaranır. Amma 11 isə yenə də gec deyil, yəni biraz da üstünə qoyub çalışaraq əsas toplu mətnlərini, vaxtınız qalsa başqa mənbələrdən də, əsasən başqa mənbə deyəndə dərsliyi nəzərdə tuturam. Niyə? Çünki elə mənbələr olur ki, məsələn, başqa düşür də, yəni məsələn C1, C2 səviyyəli sözlər çox olur, ağır ola bilər. Yəni oradan-buradan seçməyin. Amma dərsliklər tam imtahan modelinə uyğun sözlər istifadə edir və onların mətnləri nisbətən sadə olur tərcümə eləmək. Belə, yəni tövsiyələrim bunlar ki, çoxlu söz öyrənin, tərcümə eləyin, dinləməyə qulaq asın və test işləyin. Bunları tövsiyə eləyərdim mən sizə. Və son olaraq videonu yekunlaşdırmadan əvvəl də müəllimlərimə buradan təşəkkür etmək istəyirəm, müəllimlərimə adını çəkmək istəyirəm. Deməli, məktəbdən, Çiləkir məktəbdən ingilis müəllimim, Aliyə müəllim olub. Bu videonu izləyirsə, ona salam göndərirəm, təşəkkür edirəm. Hazırlıq müddətində mənə dəstək olduğuna görə, kömək elədiyinə görə və uğur kurslarından da ingilis dili müəllimim, hazırlıq müəllimim Xumar müəllim olub. 3 ildən çox dərs keçib mənə. Ona da buradan dərin təşəkkürlərimi bildirirəm. O da həqiqətən yüksək bal toplamağımda çox böyük rola malikdir. Bu qədər yəni. Onu da yəni bu videonu əgər izləyirlərsə salam göndərirəm ingilis dili müəllimə də və təşəkkür edirəm. Bu qədər. Videomuzun sonuna çatdıq. Ümid edirəm ki, imtahanlarınız uğurlu olar. Özünüzü çox sıxmayın. Məncə imtahan yenə rahat olacaq 2027-də. Xüsusilə də ingilis dili. Çünki ingilis dilinin hər il mən ingilis dilində ümumiyyətlə mən narahat gedirəm bütün imtahanlarda. Amma hər ildə rahat düşür qrammatika. Həqiqətən rahat düşür. Özünüzü çox sıxmayın. Düz 9 martda bizdə mətn biraz çətindir, üstü reading mətni. Amma yenə də biraz diqqətli şagirdin yaza biləcəyi tip idi. Lakin qəbul etmək lazımdır ki, asan deyildi, amma yazda bilməyəcəyi də deyildi. Biraz orta səviyyədən biraz yuxarı idi. Ona görə də biraz necə deyək, tərcümə bacarığınızı xeyli yuxarıda saxlamağa çalışın ki, o sizə imtahanda kömək eləsin. Bu qədər. Videomuzun sonuna çatdıq. Gələn videolarda görüşərik. Bu 5-ci bölüm idi. İnşallah sabah 6-cı bölümü paylaşacağım. O da final bölümü olacaq. O isə ümumi olacaq. Yəni ümumi danışacağım həmin videoda. Hazırlıq müddətindən, gündə neçə saat yatırdın, gündə neçə saat oyaq qalırdın, dərs üçün necə idi, günlük plan qururdun, yoxsa həftəlik plan qururdun, harda hazırlaşırdın, necə motivasiya olurdun, necə disiplin qazanırdın və yaxud bu tip ümumi sualları 6-cı bölümdə inşallah danışacağım bu haqda. Çünki bu çəkdiyim bölümlərin 682 rubrikasının ilk 5 bölümünün, ilk 4 bölümünün altına həqiqətən çoxlu rəylər gəlib, hamısını oxuya bilmirəm, bir-bir cavab yaza bilmirəm. Çalışıram ki, əksəriyyətinə cavab verim. Qalır. O sualları bir-bir götürüb mən 6-cı bölümdə cavablandıracağım. Mütləq izləyin həmin videomda. Bu qədər. Gələn videolarda görüşənədək videomu bəyəndisə like atmağı və kanala abunə olmağı da unutmayın. Bunu da deyim ki, abunə olub like atsaz həvəslənirəm və videoları daha da çox çəkirəm. Bu qədər. Gələn videolarda görüşənədək hamınıza uğurlar arzulayıram. Sağ olun.